Davam edirik. Astanada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin 5-ci görüşü keçirilib. Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın səhiyyə nazirləri, həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Qurbanəşbək Ömrəliyev iştirak ediblər. Toplantıda səhiyyə sisteminin inkişafı, tibbi turizm texnologiyalarının transferi və 2025-2026-cı illər üçün fəaliyyət planı müzakirə edilib. Rəqəmsal səhiyyə, o cümlədən elektron reseptlər və elmi əməkdaşlıq xüsusi diqqət mərkəzində olub. Tədbirin sonunda iştirakçılar birgə bəyannamə imzalayaraq Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Qızıl Aypara və Qızıl Xaç Federasiyası kimi beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə və dayanıqlı inkişaf məqsədlərinə 2030-cu ilədək nail olunmasına sadiqliklərini ifadə ediblər. Bildiyiniz kimi Türk Dövlətləri Təşkilatı üzv ölkələrin toplam əhalisi 200 milyona yaxın olan əhalidir. Böyük iqtisadi imkanlar var. Səhiyyə sektorunda istənilən sərmayələri qoymaq üçün böyük maraq var. Bu istər xəstəxana infrastrukturunun yaradılmasına, istər əczaçılıq istehsalatına, biotexnoloji istehsalatına, müəyyən tibbi avadanlıqların istehsalatına yönəlmiş bir sərmayələr ola bilir. Təbii ki, vahid məkanın formalaşması üçün düzgün, optimal siyasətin yürüdülməsi vacib bir amildir. Bu istiqamətdə alt işçi qrupları yaradılıb.